Hər kəsə salam dostlar, dəyərli izləyicilər. Bu günlərim sizə 9 mart 2025-ci ildə olan qəbulun izahını, buraxılış imtahana düşmüş sualların izahını verəcəm. İlk öncə ilə başlayaq 7-ci sualdan. Bilirik ki, afraid, proudla, afraid hər biri ofla işlənir. Bu deməkdir fəxr eləmək. Afraid of isə bilməkdir ki, qorxmaq. Yəni o hər biri keçdiyimiz 5-11 lüğətimizdə var. Cavabımız olacaq C variantı. Çox rahat, məncə yəni şeydən düşə biləcək, preposition mövzusundan düşə biləcək ən rahat sual tipi idi. 8-ə baxaq. Bizdən plural, yəni cəm isimləri istəyir. Ya Allah deyib cəm isimlərinə baxırıq. Elə cavab A variantıdır. Woman, biz bilirik ki, kökündən dəyişən sözlərdə woman olur women. Women daha doğrusu bu şəkildə oxunur. Trousers da bilirik ki, cüt məna daşıdığına görə cavab olacaq A variantı. Knowledge mücərrəd isimli sayılmaz. Food ami hər biri təkdədir. Step təkdədir. Progress təkdədir. Person sözü təkdədir. Yenə cavabımız A olur, amma ümumi istəyirəm variantlara da baxardıq. Baxaq 9-cu suala. Aha. Biz bilirik ki, baydan sonra nəqliyyat vasitələri gələndə burada heç bir Z artiklı falan qəti şəkildə müşahidə olunmaz. Bunu yəqin ki, bilirik. Ona görə ikinci tərəfi heç nə olmayacaq. Ya cavab olacaq. Burada göründüyü kimi. Yox, əslində bay. Yəni Y variantı çıxır da. Keçək digər suala. 10-cu suala. Sual gəlir. Nədən gəldi sual? Sual gəldi nida cümlələrindən. Baxaq, nida cümlələrində fikir verəcəyimiz əsas məsələ how-dan sonra nə gəlir, what-dan sonra nə gəlir. Yəni, bunlar biləndən sonra ümumi məsələlər artıq bizim üçün aydın olacaq. Demək, başlayaq. What an amazing places. Places'dən sonra an artiklından işləməz. Bir getdi. Və yadımıza salaq ki, what-dan sonra isim gəlir və yaxud da ismi birləşmə gəlir. How-dan sonra isə sifət və yaxud da zərf gələcək. Yəni, elə belə yadımıza saldırıq. 2 düzdür. Amazing place are they olmaz. Bu sual cümləsi yaradır. İşte olmalıdır they are. 3 də səhvdir. Çıxdı cavablar. Davam olacaq 2-4. 5 niyə olmur? Yenə is it məsələsinə görə burada it is olmalı idi. Nəysə, cavabımız alındı D variantı belə. Keçək 11-ci suala. Value bildiyimiz kimi qiyməti olmaqda, defend də qorumaq deməkdir. Protect olacaq 3A. Especially need, I think somebody, yəni deyir, mən verirəm xüsusilə nə bilim, nə. Deyir, mən düşünürəm ki, bu nəsə, kimsə nədir? Önəmlidir. Deməli, bu donate bağışlamaq deməkdir da. Yəni, bağışlamaq give. Ona görə buna da olacaq B. Value da dəyər verməkdir. Yəni, hədə düşünürəm ki, nəsə vacibdir da, dəyərlidir. BCA, 1B, 2C, 3A. Bu da harada var? Bu da Y variantında özünü göstərmişdir. Baxaq 12-ci suala. Aha, bu sual tipi ilk öncə baxmalıyıq ki, bizim burada xüsusi sual sözümüz hansıdır? Xüsusi sual sözümüz how many piece of furniture? Əla. Birbaşa özündən sonra mübtəda gəlir, 4 səhvdir. 3-də isə birbaşa əsas feil gəlmişdir. Ona görə bu da səhvdir. Cavabımız alınacaq 1-2 A variantı. Baxaq, pozitiv voice-ə çevirək cümləni. 13-cü suala baxırıq. Ha olduğu kimi qalır. Bildik. Do you make vanilla? Do varsa və vanillacı, deməli burada is verəcəyik. Is vanilla. Make olacaq artıq made.
Ice cream. Bu şəkildə olmalıdır. Baxaq, was getdi, are getdi, birbaşa gəlməz getdi, izlə bin işlənməz getdi, hələ ice cream made olsun, yaxşı. Bu da olacaq Y variantı. Bu sualda belə getdiyinə görə biz baxa bilərik artıq 14-cü suala. Biraz yaxınlaşdıraq. Sualları biraz göstərib izah eləməyimin səbəbi, yəni suala bir baxın, ondan sonra mən izah edeyim. Yəni məqsədim budur. Yaxşı, 14-cü suala baxaq. 14-cü suala nədən başlayaq? Swapda ilk öncə bir yazaq, bəlkə köməyimizə dəydi. Olsun the boys. Bu olsun bizim subject. The boys'tan sonra gəlir bizə xəbər lazımdır, verb. Yəni have been playing. Oynayırlar nəyi? Object, tenisi. Sonra plays, harda oynayırlar? At the stadium. Vaxt göstərək. Time for 2 hours. Cavab burada 4, 5, 1, 6, 3, 2. Harada var? C variantıdır. Demək, baxaq bu suala. Bir dənə baxın sözünüz. Deməli, sual modal feillərlə bağlı gəlir. Gəlin baxaq. Has'dan sonra ilk öncə to işlətməlik lazım idi. A getdi. Will be able to, doesn't have to işlətmək getdi. Hasn't da anadan gəlmə səhvdir. Bunun da tusu yoxdur, səhvdir. Cavab olacaq B. Yəni, mən hələ ki görürəm ki, burada heç bir çətin sual yoxdur. Bütün suallar asandır. Yəni, həqiqətən baxanda. Deyir, bu günlərim hava yaxşıdır. The students are going for a walk. Gəzməyə getməyə planlaşdırırlar. Do ilə olacaq olmaz, amma olmaz. Ya da olmaz da. Yəni belə ki, onlar getməyə hazırlaşırlar. A variantı. Yəni conjunction sualları əslində tərcümə olaraq müəyyən qədər suallarda çətin olur. Suallar nə var ki, əcəz, burada short cavabı olacaq. Yəni bu da çox sadə bir sualdır. Nəysə, baxaq bu suala. Əgər of varsa bir yerdə, biz baxmalıyıq xəbərə. Xəbər cəmdədir, it getdi, everydən sonra of gəlməz. One'dan sonra tək xəbər gəlir. Cavab burada olacaq. C variantı cəm xəbərə görə. Burada deyir ki, mən birinci gün yaxşı keçmədi. Mənim çox səhvim var idi. O da çox səhvi a lot of-dadır. Belə. Baxaq digər suala. Deyir, mənim dostum və kuzenim, artıq burada and var deyə cəm qoymalıyam. Is təkdir, has təkdir, has təkdir, was təkdir. Bu isə cəmdədir, hər bin cəmdə olduğuna görə cavab olacaq Y variantı. 21. Aha, bu da çox sadə sualdır, özünüz baxın biraz. Yəqin ki, baxdınız. Expected 3-cü qrup feildir, ona görə burada to işlənməlidir, yəni to speak B variantı. Yəni, mən deyərdim ki, çox sadə sualdır. Next Sunday var deyə will meet olacaq. Yəni, çox-çox asan bir sualdır. Demək, Dahmal is a traditional dance form. City, community and Gujarat, India. The ancestors of city people came from Africa many centuries ago. Although they have adopted the language, many customs of India.
some of their African traditions also being preserved. In the past, Dahmal was performed by the Siddhis after returning from successful hunting of wild animals during their region of Kings. Dahmal was the main source of entertainment for the rulers, but nowadays this folk dance is performed by the farmers when their crop is ready to harvest. They bend of down the field, make half circle around the crops, thank gold for crop they get. Deyir ki, Dahmal Hindistanın Gujarat əyalətindəki Siddi icması tərəfindən ifa olunan bir rəqs növüdür. Siddi xalqının əcdadları əsrlər əvvəl Afrikadan gəlmişlər. Onlar Hindistan dilini və çox adətlərini mənimsəmişlər və bəzi öz Afrika ənənələrini qoruyub saxlamışlar. Keçmişdə Dahmal Siddilər tərəfindən vəhşi heyvanların uğurlu ovlar olandan sonra ifa olunurdu, rəqs olunurdu. Padşahların hakimiyyət dövründə Dahmal hökmdarları üçün əsas əyləncə mənbəyi idi. Lakin bu günlərdə xalq rəqsi fermerlər tərəfindən məhsul yığılmağa hazır olanda sadəcə olur. Yarımdairə çəkirlər və əldə etdikləri məhsula görə Allaha şükür eləyirlər bu insanlar. Belə. Baxaq. People dance music with a mixture of African rhythms and Indian international music. The dancers usually paint their faces and wear colorful clothing with peacock feather. A unique feature of this dance is the action throwing a coconut up into the air, breaking it with head when it fails. Another breathtaking act is dancing on the fire. Dahmal can also perform in the moonlight. Dahmal, which organized 700 years ago, it's performed with some change today. Demək, bizdən doğru cavabları hal-hazırda istəyir. Demək, birinci suala baxaq. Deyir, Dahmal modern type. Məncə yox, yəni Dahmal şey deyildi, adını siz deyin. Indiya deyildi, bu Afrika qəbilələrindən gəlmişdi da. Dahmal is always performed sunrise, yox, always, bir cümlədə always varsa çox vaxt səhv olacaq. Deyir, the closing dance is a dark, yox, dark deyildi. Dahmal combines African və Indian musical traditions, bəli, cavab olacaq D variantı. 24-də baxaq. Deyir, nəyə görə fermerlər, nə bilim, hazır olan deyirdilər, şükür edirlər ilk öncə Allaha, yəni Allaha şükür edirlər, bəli. Ona görə bir düzdür. They threw coconut into the air, yox, iki səhvdir. They burn people on fire, yandırmırlar məncə. They bent down shape of hə, bax, yarım dairə şəklində olurlar, 4 düzdür. Cavab olacaq 1 və 4, yəni Y variantı. Deyir, Siddi people Gujaratdan gəlirdilər. Deyir, həqiqət, indi Gujaratda deyirlər, yox. Həqiqət, deyir, onlar öz Afrikan mədəniyyətlərini qoruyub saxlamışlar. Cavab olacaq B variantı. Görək mainly about sualı nədir? Mainly about the dancers costumes. Yox, burada ilk öncə özümüzün təyin elədiyimizə görə Hindistanda olan bir rəqsdə, bəli, traditional dance of Siddi people. Cavab olacaq C variantı. 27-ci suala baxaq. Answer sheets. Deyir, write the main theme. Deyir, sözünün mənasına baxaq. Yəni, qorumaq sözü. Bu da olacaq. To preserve. Yirmi səkkidə baxaq. Definition sualıdır. There being the only its kind
Yəni deyir öz növünün yeganə növü. Bu da nadir sözünü istəyir bizdən. Yəni 29 deyir 2 dənə sözü dəyiş. Məsələn, ilk öncə o cümləni tapaq. During the region of haradaydı? Hə. Görək hara kimi soruşub. Kings Dahmal. Bir də saniyə. İndi sarı rənglə göstərim sizə. Baxın, cümləmiz budur. İndi baxaq. Görək nələri dəyişə bilirik. Burada main sözü var. Main sözünü biz major eləyə bilərik rahat şəkildə. Sonra source sözü var burada. Source sözünü origin də eləyə bilərik. Videoda yəni. Məsələn, burada entertainment sözünü də dəyişə bilərik. Entertainment sözünü, məsələn, fun eləyə bilərik. Məsələn, joy eləyə bilərik. Fərqli şeylər eləyə bilərik. Ruler sözünü də heç sözündən əvəz eləyə bilərik də. Yəni, 4 dənə dəyişməni göstərdim. Əgər birini eləyirsinizsə, əla. Bu da belə. Essay deyir Winston's favorite, deyir hansıdan sənin favoritindir, yəni sevimlindir. Bunu da yaz. Uşaqlar, bunu da siz rəylər bölməsində gözləyəcəm və yoxlayacağım nə yazırsınızsa. Bu şəkildə. Bu sınavımız bitdi. İndi keçirəm ikinci qəbul tipli suala.